Bizim yaşıtlarımızdan və bizdən yuxarı nəsillərdən soruşsanız, Xocalını necə xatırlayırsınız? Bəlkə sizə sözlə cavab verməyəcəklər. Səssizcə faciənin rəsmini çəkib göstərəcəklər. Çingizin çəkdiyi kadrlar o qədər yaddaşımıza həkk olunub ki, müharibənin işgəncəsinə məruz qalan insanları əzbər tanıyırıq. Don vurmuş bədənlərinin formalarını, geyimlərini, üzlərindəki xalları belə dəqiqliklə xatırlayırıq. İnsan yolda tanınır deyirlər. İnsanın mahiyyəti isə müharibədə daha qabarıq üzə çıxır. Xüsusən də xalqların. Müharibənin təsiri onun bitdiyi tarixdən sonra da davam edir. Dağıdılmış, uçulmuş tiklilər tez bir zamanda yenidən bərpa olur. Bəs insan? Şimdi kaskılar geliyor. Pazardan kaçmış olan paralar. Müharibə veteranlarında posttravmatik stres pozuntusu 10 illiklərlə davam edə bilər. Situasiyanı dərk etməyən körpələrdə isə travma yetkin yaşına qədər qalır. Müharibəni birbaşa yaşamayan, amma o mühitdə böyüyən nəsillərdə belə nəsillər arası travma yarana bilir. Onun əsas simptomları bunlardır. Kabuslar, qəfil xatirələr, hadisəni yenidən baş vermiş kimi hiss etmək, səs və qoxu xatırlamalar. Müharibə etmiş və etmək istəyən ölkələr müharibə əleyhinə elmi və iqtisadi tədqiqatlar haqqında düşünsəydilər, insan kamilliyi hansı mərhələdə olardı? İdrak sahibləri cavab verə bilər. Dünyanın idarə olma mexanizmi var. Amma axı, hər şey dəyişir. Başqa rakursdan baxanda isə o böyük qüvvə bizimlə bəzən müharibə vasitəsilə danışır. Neysə izah etməyə çalışır. Harada səhv edirik? Anlayırıqmı? Anlayırıqsa nəticə çıxarırıqmı? Mən deyərdim ki, bu elə bil Allahın bizə bir verdiyi, nə deyim, mən onun sözünü belə ifadə eləyə bilmirəm. Bir qisməti idimi, bir alın yazısı mıydı, nə idisə Allah Taala bunu bizə nəsib elədi. Və sonradan, aradan xeyli vaxtlar keçdi və biz yenidən dönüş elədik. Bəlkə də o bizə bir cəzaydı mı deyim, o bizə bir ibrət dərsi idi mi deyim. Bəlkə bu bizim unutqanlığımız, bizim bir nətər deyirlər, illərlə bu ermənilərin törətdikləri soyqırımlardan bir ibrət dərsi çıxarmaqmı deyimmi? Və sonradan biz yenidən öz torpağımıza dönüş elədik. Xoş gəldiniz evimizə. Çox sağ olun.